Bu son qanunu mən başa düşmədim. Metroda ayaqlarını aralayıb oturmağa nə cərimə? Arvad ərinə daha səni sevmirəm desə məsuliyyəti nə deməkdir? Arvadına çay gətir desə, arvad çay gətirməsə, arvad hərəkətin xoşuma gəlmədi sözü, inzibati məsuliyyət harda görülüb bu? Bəlkə arvad arasında intim münasibətlərin sayına görə də mi bir qanun təşrifi verəsiniz? Daha evimizin, məhrəmimizin içinə girmişsiniz də, əlinizi bulamısınız da. Müəllim şagirdə, aya Süleyman sakit ol desə, psixoloji şiddət və müəllim 200 manat cərimə olunur. Harada görülüb bu? Mağazadan evə ərzaq alanda yolda külək selefon torbanı uçutsa və ya paket çırılıb yerə tökülsə, cərimədir. Yolda it sənə hücum çəksə, sən iti təpiklə vurursan, cərimə olunursan. İtin hüquqları qorunursa, bəs insan hüquqları harada qalır? Avtobus yolu cərimə, elektron sigaret çəksən cərimə, başa düşdük. Amma daha büdcəni əhalinin cibinə girməklə doldurmaq olmaz, ay qanun təmsilçiləri. Yox, əgər büdcəni sırf əhalinin pulu ilə doldurmaq istəyirsinizsə, mən təklif verim sizə. Qanun təklifi verin ki, kim əyilib ağır yük götürərkən zora düşüb, ətraf mühitə üzr istəyirəm, əlavə bir səs buraxsa cərimələnsin. Ayaq yoluna gedib 5 dəqiqədən artıq qalana, hər qalan vaxtlar üçün əlavə vergi yükü tətbiq olunsun. Gündə 2 dəfədən artıq kiçik bayra gedilməsin. Gündə yalnız 3 dəfə öskürməyə icazə verilsin. Vallahi verin. İnanıram ki, təəccüblənmərəm sizin təkliflərinizə. Heç kəs artıq təəccüblənməz.